Tənhalıq və təklik bir-birinə bənzəsə də fərqli anlayışlardır. Təklik bir seçimdir və insan bu vəziyyətdə özünü xoşbəxt və rahat hiss edə bilər. Tənhallıqsa sosial bağların zəifləməsi, insanın özünü cəmiyyətdən təcrid etməsidir. Tənhalıq yaşayan insanlar cəmiyyət içində özlərini anlaşılmamış və lazımsız hiss edirlər. Bu vəziyyət ciddi psixoloji və fiziki sağlamlıq problemlərinə səbəb ola bilər. Tənhalıq hissindən qurtulmaq üçün sosial əlaqələri gücləndirmək, psixoloji dəstək almaq və özünü inkişafa yönəlmək vacibdir. İnsan öz maraqlarını kəşf etməli, mənalı məşğuliyyətlər tapmalı və özünə dəyər verməyi öyrənməlidir. Təbii ki, hər kəs zaman-zaman bu hissləri yaşaya bilər, lakin əsas məsələ bunun uzunmüddətli hala çevrilməsinə imkan verməməkdir. Ramal Hüseynovun təqdimatında tənhalıq və təklik mövzusunun müzakirə olunduğu başqa söhbət başladı. Salam hörmətli tamaşaçım, xoş gördük hər birinizi. Bugün başqa söhbətdə son dönəmlərin ya da son zamanların ən aktual problemlərindən birini müzakirə eləyəcəyik. Tənhalıq problemi. Çox zaman insanlar tənhalığı təkliklə eyni anlamda istifadə edirlər. Amma tənhalıq və təklik arasındakı fərq nədir? Ya da bu anlayışlar arasında çox böyük fərq varmı? İnsan nə zaman özünü tənha hiss edir ya da tək qalmaq istəyən insan nə üçün tək qalmaq istəyir? Bunun kimi bir çox suallarımız olacaq, amma bu sualları daha dərindən danışmaq üçün studiyamızın qonaqları psixoloq Elmir İskəndərov, xoş gəlmisiniz, və iqtisadçı ekspert Fərhad Pərvizi, siz də xoş gəlmisiniz proqramımıza. İnsan nə zaman təbiətdən qopdu, ondan sonra onun həyatında bir tənhalıq, bir yalnızlıq baş verməyə başladı. Bu sənaye dövrünü, sənaye inqilabları, hər şey inkişaf elədikcə, texnologiya inkişaf elədikcə insanların təbiətdən qopma hadisəsi və özünə qapanma hadisələri baş verdi və bunun bir çox səbəbləri var və son dönəmlərdə 2000-ci illərin nəsli, belə deyək, gənc nəsil daha çox texnologiya ilə, internet texnologiyaları ilə böyüdü. Özlərinə orada dünya qura bildilər, öz dünyalarını yaşaya bildilər ya da valideynlərin işdə olması səbəbilə uşaqların dayələr tərəfindən böyüdülməsi və bir çox məsələlər bu hər birimizdə bir psixoloji problemlər yaratdı. İstəyərdim soruşum sizdən Elmir bəy, psixoloji tərəflərini daha dəqiq izah eləmək üçün. Təklik və tənhalıq arasındakı fərq nədir? Deməli, əvvəla bu hər insan üçün eyni şey demək olmaz əlbəttə ki, insanlar təbiətlərinə görə, temperamentlərinə görə fərqlənirlər. Bəzi insanlar üçün təklik elə tənhalıq mənasına gələ bilər. Bəzi insanlar üçün təklik elə onların terapiyası, müalicəsi, yaxşılaşması üçün bir vasitə ola bilər. Bunun cavabı insanın öz daxilində mövcuddur. Yəni, insan daxilində düşünməlidir ki, bu tək olma hissi ona nə verir? Tək qalmaq istəyi. Tək qalma istəyi və yaxud da cəmiyyətdə olmaq istəyi ya da sosial mühitdə olmanı nə qədər istəyir bu insan? Yəni, tək qalmaq onun üçün problemdirmi? Yoxsa yaxşı bir haldır, biz o zaman müəyyənləşdiririk. Bəzən uşaqlarda da bu olur. Belə bir şey var, Elmir bəy, deyir təklik seçimdir və bəlkə də bu sənin üçün bir yaradıcılığı ya da özünü, ruhunu dinləmək üçün bir seçim ola bilər. Amma yalnızlıq sosial bağların zəifləməsindən sonra, zəifləməsidir. Biz gündəlik həyatımızda daha çox tək insanları görürük, yoxsa yalnız insanları görürük? Problem yalnızlıqdadır, yoxsa tək qalmaq istəyənlərin sayımı çoxalır? Əlbəttə ki, tək qalmaq istəmək, dediyim kimi, əgər onun təbiətinə uyğundursa, bu bir çox hallarda yaxşı hesab oluna bilər. Və bu onun
psixoloji problemli olduğunu göstərmir. Tam tərsinə o insan daxilinə doğru dərinləşdikcə, özünü kəşf elədikcə özünü daha yaxşı hiss edir. Bayaq dediyiniz kimi, sanki xaricdə kəşflərə yönəldikcə insan daxilini unutmağa başladı. Bu bir paradoks və ya qanunauyğunluq şəklində həyata keçdi. Ancaq elə də olur ki, insan təkliyi bir reaksiya olaraq mənimsəyir, qavrayır və yaşamağa başlayır. Artıq yəni insanlardan uzaqlaşmaq, bunu ola bilər ki, psixoloji müdafiə mexanizminə sığınaraq, yox, bu mənim seçimimdir desin, amma heç də həmişə o demək deyil ki, bu onun doğrudan da seçimidir. Bəlkə də bu onun cəmiyyətə bir reaksiyasıdır ya da öz daxilinə. Əslində elə istəmir, amma reallıq onu tələb etdiyi üçün artıq elə istədiyini vurğulayır. Bunu deyə-deyə bir tərəfdən özünü inandırmağa çalışır, bir tərəfdən də cəmiyyətdən əslində könüllü olaraq özünü təcrid etdiyini iddia eləmiş olur. Ancaq bəlkə də bu belə deyil. Sual, bəlkə də belə deyil. Fərhad bəy, siz nə düşünürsünüz? Bugün cəmiyyəti belə cəmiyyətə nəzər salanda tək insanların sayı çoxalıb, yoxsa yalnız insanların sayı çoxdur? Ya da problem hansıdır? Mən bir balaca iqtisadçı kimi şərh vermək istərdim. Çünki dünyada baş verən hazırki tənhalıq epidemiyasının böyük sosial və iqtisadi problemlər törətməyə başlayır. Məsəl üçün, Trumpın qalib gəlməyinin böyük səbəbi odur ki, 30 yaşlı kişilər Amerikada ona çoxlu səs verib. Niyə görə? Çünki onlar özləri tənha hiss edirlər, çünki qadınlarla ola bilmirlər. Trump isə gələndə maskulin bir fiqur ortaya çıxdı. O dedi ki, mən sizə hamınızı varlı edəcəm, mən Amerikanı yenidən varlandıracam, yeni istehsal sahələri açacam, siz gedib pul qazanacaqsınız və şuur altında onlar anlayırlar ki, mən uğurlu olacam, pul qazanacam və mən də artıq qadınlar qarşısında daha perspektivli olacaq. Yəni ki, Trumpın qalib gəlməyinin böyük bir səbəbkarı hələ bu tənhalıq epidemiyasının olmasıdır. Eyni ilə, misal üçün, niyə görə bir çox ölkələrdə çox arvadlığa icazə verilmir? Onun əsas səbəbi odur ki, əgər 25% uğurlu kişi qadınların 100%-ına sahib çıxa biləcəksə, qalan 75% kişi böyük bir sosial təzyiq yarada bilər. Buna görə həm dövlət səviyyəsində, həm ictimaiyyət səviyyəsində daim olaraq ailə institutu qorunması çox vacibdir. Çünki inkişaf etmiş ölkələrdə iqtisadiyyatın əsas bir növrəsi ailə təsərrüfatıdır. Bizdə misal üçün dövlət xərcləridir 70%-də, amma inkişaf etmiş ölkələr Amerikada biz ailə qurulur, onlar uşaq dünyaya gətirir, o uşaqları oxutdurur, o uşaqlar üçün nəsə alır, özləri üçün alır, maşın alır, ev alır. Bu hamısı iqtisadiyyatı böyüdür. Ona görə ailə institutunun dağılması və ailə təsərrüfatlarının dağılmasına gətirib çıxara bilir və bu çox neqativ təsir edir. İndi mən siz bir dənə fikir səsləndirdiniz ki, tənhalıq, təklik seçimdir. Mən düşünürəm, tənhalıq bəlkə daha düzgün olardı ki, seçim adlandıraq. Kim harda necə verilişi var idi? Orada bilik ustadlarına bir sual verirlər, black box gətirir, qara qutu gətirirlər, deyirlər və bu qara qutunun içində tənhalığı əks etdirən əşya var. Və sual nədir onun içində, həmin qara qutunun içində? Tapa bilmirlər ustadlar, nədir? Onun içində açar idi. Və izah ondan ibarət idi ki, tənhalıq seçimdir. Sən qapını içəridən bağlayırsan və heç kimi buraxmırsan içəri. Bu sənin seçimindir. Sən tək qala bilərsən. Misal üçün, biz bugün studiyadan geçsək, siz burada tək qalacaqsınız da. Bu sizin seçiminiz deyil, sadəcə fiziki bir. Amma o demək deyil ki, siz bunun içində daim olaraq tənha qalmalısınız. Əgər siz bu qapını bağlamazsınız içəridən, siz rahat çıxıb başqaları ilə söhbət edə bilərsiniz. Yəni ki, bu tənhalıq bizə hardan gəlir? Yəni insanın özünün cəmiyyətə açılan qapısını bağlaması istəyərək bu təklik və amma tənhalıqda da eyni proses baş verir. Tənhalıq egodur və inciklikdir. Fundamentdə budur. İnsan incir kimdənsə və istəyir ki, kimsə gəlsin, o başına dolansın, xahiş edirəm, qapını döysün, gəl, xahiş edirəm, çıx oradan, könlünü alsın filan. Amma o anlamır ki, o vermədikcə cəmiyyətə, o sevgisini paylaşmadıqca, cəmiyyətdən də sevgi gözləyə bilməz. Əgər özü qapını bağlayır, özü dostlarına, yaxınlarına, qohumlarına sevgi göstərmirsə, ona da qarşı heç kim sevgi göstərir. Hansısa məqamda çox yaxın adamlar çalışacaqdır, amma bu egoinciklik fərqində olmayaraq davam etdikcə, bu tənhalıq davam edəcəkdir. Elmir bəy, mütləq insan kimlənsə bərabər olmalıdır ya da ailə mühitində yaşamalıdır. Elə insanlar var ki, ailə mühitində
5 nəfərin içində özünü tək hiss eləyir ya da tənha hiss eləyir. Elə insan var ki, təkdir, amma özünü çox xoşbəxt hiss eləyir. Daha çox bəlkə dostları ilə əylənməyəcək qədər özü ilə əylənə bilir. Bəzi insanlar deyir ki, tənha qalmaq ya da tək qalmaq seçimi o insanlarda olur ki, onlar təfəkkür eləməyi, düşünməyi ya da intellektual səviyyələri daha üstün olduğu üçün onlar öz səviyyələrində ya da danışa biləcəyi insan tapa bilməyəndə özünə qapanır və daha çox özü ilə zaman keçirməyə başlayır. Bu egodur, bu özünü bəyənmişlikdir, yoxsa bu məcburi insanın özünü izolyasiya eləməsi ya da yetişdirməsi ya da bəlkə də qorunmasıdır? Hər biri ola bilər. Əsas məsələ burada səbəbə baxacağıq, motivə baxacağıq. Motiv, yəni o hərəkəti doğuran qüvvədir. Nə üçün mən bunu etdim? Nə etdiyimdən çox nə üçün etdiyim önəmlidir. Orada çıxacaq ortaya. Baxın, seçim deyirik. Əslində travmatik bir nəticədən doğan seçim olmaz. Yəni mən cəmiyyətdən inciyərək öz aləmimdə, Fərhad bəyin dediyi kimi, yəni əslində öz aləmimdə, əslində mən vermirəm deyə ala bilmirəm, ancaq onun fərqində deyiləm. Mən çəkilmişəm öz dünyama, ondan incidim, bundan incidim və deyirəm ki, cəmiyyət belədir, ən yaxşısı tənhalıqdır. Və mən deyirəm ki, mən burada tənhalığı seçmişəm, əslində mən burada seçməmişəm. Reaksiya ilə seçim fərqli şeylərdir. Qərarla reaksiya fərqli şeydir. Mən burada reaksiya göstərirəm. Mən əslində qərar vermişəm. Nəyəsə etiraz edirəm. Mən əslində emosiyalarımla ortadayam. Ağılla yox. Mən burada seçim eləməmişəm. Ancaq o biri tərəfdən isə mən bir müddət tək qalmağa ehtiyacım var. Nəyə görə? Hansısa bir problem yaşamış olduğuma görə yox. Kimlərdənsə uzaq düşmək istəyirəm, ona görə yox. Kimlərsə mənim qədrimi bilsin, ona görə yox. Qoy yoxluğumu dərk eləsinlər, ondan sonra bəlkə nəsə olar filan, buna görə yox. Sadəcə olaraq, bayaq dediyiniz kimi, ya hər hansı bir şeyi araşdırıram, ya bir müddət təbiətlə bir tək qalım, bəsdir bu cəmiyyətin içərisində olduğum, biraz daxilə doğru bir dərinləşim. Baxın, bunlar hamısı bir seçimdir. Tək qalmağı seçmək insanın sosial həyatı üçün, gələcəyi üçün çətinliklər də problem törədir, qorxuludur. Bir müddət tək qalıb, bir müddət cəmiyyət içərisində olmaq lazımdır. Tamamilə 100% cəmiyyət içərisində olmaq da problemdir. 100% tək qalmaq da problemdir. Təkliyin verdiyi güclə cəmiyyətə o gücü ötürəsən, cəmiyyətdən aldığın güclə yenidən təkliyə qayıdasan. Bu bir, yəni çarx şəklində davamlı fırlanmalıdır. Bəli. Fərhad bəy, əgər deyək ki, yalnızlıq sosial bağların zəifləməsi, bu və ya digər səbəblərdən zəifləməsidirsə, bəs iqtisadi ya da maddi çətinliklər bu sosial bağların zəifləməsinə nə qədər təsir göstərir? Yəni, başqa sözlə, maddi çətinliklər yalnızlığa gətirib çıxara bilirmi? Mən düşünürəm əksinə, maddi çətinliklər insanların birləşməsinə gətirib çıxara bilir. Əgər biz bütün ailə münasibətlərinin tarixçəsinə baxsaq, Homo sapiensin, deyək ki, əgər siz tək təkamülçüsünüzsə, 100 min il tarixçəsi var. Əgər kreasionist fəlsəfəsinə inanırsa, Adəmdən başlayaraq 10 min ildir. İnsanlar daim olaraq, çünki həyat çox çətin idi, hamı kasıb yaşayırdı, hamı kənd təsərrüfatı ilə məşğul idi. Ona görə insanlar ailə qurmağa çalışırdılar ki, bir-birinə dəstək olsunlar. Əslində, maddi ehtiyac olanda tək başına bunun üstünə gəlmək daha çətindir, nəinki birlikdə. Sadəcə kapitalizm gələndən sonra keçən əsrin ortalarından başlayaraq əmək məhsuldarlığı qalxdı, varlıq qalxdı və insanlar artıq sırf iqtisadi maraqlar üzərində nigahları deyil, həmçində sevgi üzərində qurmağa başladılar. Bunun öz fəsadları gəldi, yəni ki, insanlar cəmiyyət olaraq biz müxtəlif eksperimentlər eləyirik, keçiririk. Lakin burada fundamentdə biz onu anlamalıyıq ki, incikliyin həm xaricdən təsir edən faktorlar var, həm bizim daxildə təsir edən faktorlar var. Gəlin klassik bir nümunəni götürək də. Bir ailədir, evlənirlər, deyək ki, 25 yaş ətrafındadırlar da, klassik Azərbaycan ailəsi, bəlkə indiki yox, bizdən öncəki.
çox da fərqində varmırlar. Çox da münasibət barədə kitab oxumurlar. Kişilər qadınları anlamır, qadınlar kişiləri anlamır. Hamısı müxtəlif səviyyələrdə düşünür. Yəni ki, dünyaya baxışın 4 bucağı var da. Kişilər adətən fiziksel və rasionallıq üzərində dünyaya baxır. Qadınlar adətən duyğu və ruh perspektivindən dünyaya baxır. Və bu kollaps həmişə var. Kişilər qadınları anlamır, qadınlar kişiləri də çox da anlamır. Qadınlar düşünürlər ki, kişilər onları anlayır, amma kişilər dialoqu anlamır. Və bu kollaps gətirir, çıxarır münasibətdə. İnsanlar bunu araşdırmır, oxumur, kişilər qadınları anlamağa çalışmır, onların hormonal sikllarını falan. Eyni şeydir qadınlar. Qadınlar həmişə gözləyirlər, kişi bunu anlayacaqdır və heç nə demirlər və kommunikasiya pozulur bu zaman. Deyək ki, onlar cavan ailədirlər, təzə qurulubdur, hardasa hələ ki sevgi var. 5 il keçir, artıq 1-2 dənə uşaq var, artıq sevgi çəkilir ikinci tərəfə, ailə məişəti, yeni ev almalıyıq, maşın almalıyıq, uşaqları böyütməliyik. Uşaqlar böyüyür, çıxır gedir evdən. Və indi 40-45 yaşında kişi və arvad qalıbdı evdə. Qadın birdən-birə anlayır ki, belə bir kök kişi oturubdu, televizora baxır, baxımsızdır. Mənə çoxdandır kompliment eləmir, gül almır, hədiyyə vermir. Və başlayır özünü stresə salmağa. Anlayır ki, mən tənhayam. Ya da seçimini düz eləmir. Mən itirilmiş qadınam. Yəni ki, və bu artıq o açarı bağlamaqdır da. Burada bir neçə dənə opsiyası var. Ya başını rəfiqələri ilə qatacaqdır. Rəfiqələri çox güman ki, onlar da ağılsızdılar. Deyəcəklər ki, o dözgünən hamımız dözürük. Ya da ki, rəfiqələri deyir ki, dözür kimisə tap və xəyanətə gir və bu da ailənin sonu deməkdir. Hərdən psixoloqların yanına gedə bilərlər. Bu çox nadir hallarda baş verir. Amma Azərbaycanda hamını demirəm, amma psixoloqların əksəriyyəti çox önyarğılıdır və peşəkar deyirlər. Məsəl üçün, Gottman terapiyasını Azərbaycanda heç kim eləmir, amma 80% uğur ehtimalı var. Buna cavabı Elmir bəy verər, təbii ki. Və terapevtlərin yanına gedirlər, terapevtlər özləri önyarğılıdır. Misal üçün, həmin terapevt sevgiyə inanırsa, deyir ki, yox, sən mütləq elə sevgi tapasan, sevgi yaşayasın. Qadın da gedir, başlayır başqa kişilərə baxmağa. Əgər terapevt özü biraz konservativdirsə, terapevt deyəcək ki, yox, ailə vacibdir, sevgi nədir? Sevgi mövcud deyil. Yəni, sevgi üzərində ailə olmur ki, yəni ki, döz. Onsuz ömrü vaz qalıb da öləcəksən də 20-25 ildən sonra. Lakin fundamentdə mən düşünürəm, qadınla kişi kommunikasiyanı effektiv quraraq bundan keçə bilərlər. Bu, onların daxilində baş verən prosesdir. O kommunikasiyanı qura bilmək, ya da onu ona öyrətmək, ya da o məşqlər bəlkə hansısa formada keçmişdə bunun üslubları var idi, biz bunu dərk eləmirdik. Misal üçün, bir xanımı yetişdirəndə onu daha çox qonaqlara qulluq, ev işləri görmək, müəyyən məclislərdə işləmək və bəlkə də bu o kommunikasiyanı hansısa o kənd yerlərində hər kəsin bir-birini tanıdığı bir yerdə qura bilərdi. Amma şəhərləşmə və hər kəsin şəhərə gəldiyi bir vaxtda, insanların qapı qonşularını tanımadığı bir vaxtda, hətta ünsiyyət saxlamaq istəmədiyi bir zamanda kommunikasiyanı necə qururuq? Bunları da danışarıq, amma ilk öncə Fərhad bəyin dediyi məsələlərə istəyirsiniz cavab verin. Təbii ki, peşəkarlıq səviyyəsi aşağıdırsa, bəzən məsələyə cinsiyyət olaraq belə baxa bilirsən. Yəni, orada sən bir psixoloq yox, bir kişi olaraq oturmusan, bir qadın olaraq oturmusan. Ancaq o sənin cinsiyyətinə görə gəlməyib, axı peşəkarlığına görə gəlib. Və yaxud da əlbəttə ki, müəyyən bir qənaətə sahib ola bilərsən oxuduqlarından, amma bunun üçün çox oxumaq lazımdır, çox araşdırma eləmək lazımdır ki, nəticədə bu qənaətə gələsən. Edilən ən böyük səhvlərdən biri Avropa və Amerika psixologiyasını ya da oraların yanaşmalarını olduğu kimi götürüb bu tərəfə tətbiq etməyə çalışmaqdır. Yəni nəzərə almadan belə deyək, ənənələri, Azərbaycan təfəkkürünü, düşüncəsini nəzərə almadan nəinki Azərbaycan, Azərbaycanın hər bir bölgəsi. Nəinki hər bir bölgəsi, o hər bölgənin də hər bölgəsi. Yəni Bakı şəhərinin bir tərəfinin psixologiyası ilə o bir tərəfin psixologiyası eyni deyil. Ona görə onun birinci növbədə kim olduğunu, hardan olduğunu və necə yaşadığını, həyata necə baxdığını bilmədən ona, yəni get bunu elə, onu elə, ya da bu sənin üçün daha yaxşı olar, bu sənin üçün daha pis olar, bunu demək düzgün deyil. Onsuz da terapiya prosesi insanın prosesidir. Terapiya prosesi psixoloqun məsləhətlərinə qulaq asıb gedib eləmək deyil. O konsultasiyadır, o başqa bir şeydir. Yəni tutaq ki,
uşağı ilə, övladı ilə bağlı müraciət eləyir, biz ona konsultasiya veririk. Çünki bu adam bilmir. Biz deyirik ki, get bunu bu şəkildə eləyə bilərsən sən. Yəni uşağa belə yanaşmaq lazımdır ya da bu uşağı tanıdıq, bu uşağa bu şəkildə yanaşmaq daha düzgündür. Çünki bu onu bilmir. Ancaq terapiya özü ilə bağlı olduğu üçün o yaşadığı bir həyat var, onun duyğuları var, düşüncələri var, onun gəldiyi qənaət var. Bunlardan ayrı olaraq ona məsləhət vermək əlbəttə ki, düzgün olmaz. Təbii, bu şəhərləşmə, sonra insanların təbiətdən qopması dedik. Siz dediniz ki, insanların maddi vəziyyəti düzəldikcə insanlar bəlkə də tənhalığa doğru gedir ya da çətin vəziyyətlər insanı birləşdirir. Amma bu çətin vəziyyətə görə insanlar çox işləməyə başladılar. Zavodlarda, fabriklərdə ya da öz ailəsindən qopub başqa bir şəhərdə ya da başqa bir ölkədə işləməyə başladılar. Yenə bu maddi məsələlərə görə. Bu səfər maddi məsələlər vəziyyətdən çıxmaq üçün birləşdirdiyi anda növbəti etapda ayırır. Və xəyanətlər ya da tənhalıq məsələsi burada da gündəmə gəlir. Bir çox insanlar deyir ki, sevgi varsa hər şey boş şeydir. Bir çox insanlar da deyir ki, pul varsa hər şey boş şeydir. Pulu olub yalnız ya da tək qalmaq ya da digər tərəfdən kasıb olub ya da az pulu olub bərabər bir ailə şəraitində yaşamaq. Bu insanların çətinliyə dözümsüzlüyünün seçimidir, yoxsa necə? Bir balaca şərh vermək istərdim Elmir bəyin yerinə. Biz həddən artıq çox individuallığa gedəndə, mədəniyyətləri qatışdıranda mən elmi perspektivdən bu ilə razı deyiləm. Bütün kişilər, bütün qadınlar genetikamız eynidir, mədəniyyətlər təsir edir, amma fundamentdə baxsanız, mən üzr istəyirəm, mən iqtisadçı kimi ümumiləşdirib deməliyəm də. Kişilərə 3 dənə şey lazımdır qadından. Bu Arion Tarabanın Value of Others kitabından böyük bir araşdırma nəticəsində çıxıbdır. Kimsə kiməsə maraqlısı oxuya bilər. Bir kişiyə 3 dənə şey lazımdır. Qadına 4 şey lazımdır. Romantika, ona yaraşıqlı, yəni ki, onu cəlb edici kişi olmalıdır. Resurs sahibi olmalıdır, ya pul ya da pul qazanmaq bacarığında olmalıdır və yenə də layallıq. Dünya sadəcə elə vəziyyətə gətirib ki, biz bir insanda bütün hamısını istəyirik. Yəni, misal üçün, bu 4 xarakteri olan kişi romantik, yaraşıqlı, pullu və layal mövcud deyil dünyada. Qadınlar bu Prince Charming'dir də, Disney multfilmlərində olan kişilərdir. Belə kişilər mövcud deyil. Üçü olanda artıq jackpotdur. Adətən kişilərdə bunun ikisi olur. Və o da bəzən göstərir, göstərmir, o da var ha. Hamısına istifadə. Və indi nə vəziyyətə gəldi? Qadınların işi çətindir. Biz qadınlara bərabər imkanlar yaratdıq. Biz deyəndə cəmiyyətdə, dünya bərabər imkanlar yaratdı. Qadınlar işləməyə başladılar. Onlar özləri pul qazanmağa başladılar. Amma fundamentdə qadın düşüncəsində o kişisinə heyran olmaq istəyir, qalıbdır. O istəyir ki, kişi ondan daha da uğurlu olsun, daha da varlı olsun, daha da çox resurslu olsun. Amma sən bərabərlik yaradandan sonra əgər hər iki, həm qız, həm oğlan eyni universitetə gedir, eyni yaxşı təhsil alır, eyni işə başlayır, onun şansı yoxdur ki, oğlan səndən çox uğurlu olsun və sən ondan heyran olasan. Və New Yorkda belə bir araşdırma keçirilmişdi. 2 milyon subay, çox yaxşı təhsilli, çox gözəl qadın var. Və onlar gözləyirlər ki, onlardan daha uğurlu kişi olsun. Və statistikaya görə 2 milyon bu qadına 40 min dənə cəmi kişi var. Onların gözləntilərini qarşılayacaq. Və biz burada fundamentdə qadınlara bunu anlatmalıyıq ki, yəni ki, dünya dəyişibdir. Yəni ki, artıq kişilərin o üstünlüyü yoxdur ki, o gözlüklərini çıxartsınlar. Kişilərin o üstünlüyü yoxdur artıq ki, o sizdən uğurlu olsun. Çünki imkanlar bərabərləşibdir. Dünya səviyyəsində inkişaf etmiş ölkələrdə qadınla kişi arasında maaş fərqi 13% civarındadır. Çox böyük bir fərq yoxdur. Sən heç vaxt özündən uğurlu kişi, özündən daha kimə ki, sən heyran olacaq kişi tapa bilməyəcəksən. Və bu reallıqlarla qadınlar
barışmalıdır. Ya bir barışmalıdır və beynində başlamalıdır. Yəni bu da qadınları tənhalığa apara bilən bir səbəb ola bilər. Bəli, ən böyük səbəb budur. Qadınları biz qadınların beynini yumuşuq feminizmlə, seksual inqilabla, get nə qədər istəyirsən kişi götür ginən, sən də azadsan, get pul qazan ginən. Onlar da 30 yaşına kimi işləyirlər, pul qazanırlar və 30 yaşından sonra artıq hardasa bəlkə mana olmaq istəki gəlir də. Yəni ki 100 min il təkamülü var da. Yəni 100 min il nəticəsində Homo sapiens uşaq dünyaya gətiribdir. Onların genetikasındadır ki, onlar uşaq istəyəcəklər. Onların genetikasında odur ki, uşaqlarını onu qoruyacaq bir kişi olacaqdır. Onların genetikasındadır ki, kişi, yəni ki, güclü olmalıdır, qoruyan olmalıdır, resurslu olmalıdır ki, mən uşaq doğanda və uşağa baxanda mənə baxmalıdır. Bu istənilən qadın genetikasında var. Və sən hətta bugün qazanırsansa belə, sən bu genetikanın üstünə DNT-nin üzərinə keçə bilmirsən. Və pat vəziyyəti yaranır. Ya sən və problem nədir də? Sırf bioloji olaraq qadının prime vaxtı 18-25 yaşdır. Yəni ki, ən istənilən qadın 18-25 yaş arasındadır. Ən istənilən kişinin prime 35-45-dir. Nə vaxt ki, onun təcrübəsi var, qadınları görübdür, öyrənib, pul qazanıbdır, karyerası var. Lakin 18-25 yaşında qıza siz desəz ki 35-45 yaşlı kişilərə bax ki, o deyəcək qoca kişidir, belə baxacaqdır. Təəssüf olsun ki, bizdə də 40-45 yaşına artıq ölmüş kişilər kimi baxırlar, amma reallıqda özlərinə baxan, içməyən, siqaret çəkməyən, düzgün qidalanan kişilər normal qalır. 120 yaşda yaşaya bilərsən. 25-29 yaş arası stabilləşir qadınlara olan maraq kişilər. 29 yaşından sonra aşağı düşür. Və indi siz düşünün də, bu 30 yaşına gələn uğurlu qadın var, təhsil alıbdır, təəssüf olsun ki, bəlkə çoxlu kişi görübdür da artıq. O özündən yaxşı kişi axtarır. O kişilər də ondan yaxşı kişilər 35-45 yaşında olan kişilərdir və onlar onlara baxır. Baş beynimi aparacaqdır, məndən nəsə tələb edəcəkdir, mənə tabi olmaq istəməyəcəkdir, mənə təslim olmaq istəməyəcəkdir. Gedim hələ 25 yaşlı bir dənə qız tapım da özümə. Və mən istədiyim həyatı, kişiyə hüzur lazımdır. Ona baş beyni aparan çox da evdə hüzur gətirməyən bir qadın lazım deyil. Gender bərabərliyinə mən burada xüsusi toxunacağam. Təbii biz bunun əleyhinə deyilik, bir mənalı olaraq bu çox vacibdir. Amma bizim cəmiyyət kimi cəmiyyətlərdə davamlı bu sən bərabərlik sözü bəzən cəmiyyətdə müəyyən bir bəlkə də yaralar vurdu, belə deyək, insanların düşüncəsinə. Hansı mənada bərabərlikdən söhbət gedirdi? Hüquq məsələsi aydındır. Başqa nə də bərabər eləmək istədilər bu hər iki cinsi və bu səbəb ola bilər? Mənim fikrim ki, ən böyük təsir elə bundan irəli gəlir. Qadınların beyni sosial-iqtisadi institutlar tərəfindən yuyulur. Yəni bir dənə misal götürək də. İndi bizdə bir dənə cavan bloger çıxıbdı. Adını demək istəyir. 20-21 yaşında bir qızdır. Çox varlı ailədən gəlib. Atası Azərbaycan tanınmış biznesmenidir, milyonçudur. Qız İngiltərədə yaşayır, TikTok açıbdı, milyonlarla baxış yığır. Orada deyir ki, mən azad qadın obrazını azad qadınları ruhlandırmaq üçün bu TikToku açmışam. Hər şey normaldır, amma mən düşünürəm bu insanlar fərqində deyirlər, nə edirlər. Bu ailə yetərincə tanınmış ailədir Azərbaycanda, onların hekayəsi var. Atası çox uğurlu olubdur, gənc yaşında çox gözəl qadınla evlənibdir, 4 dənə uşaq onun üçün qadın gətiribdir. Lakin 40 yaşlarında o qərar verir ki, ikinci arvadı istəyir. Qadın buna icazə vermir, çıxır, gedir, boşanırlar, o da gedir ikinci ailə qurur. Baxmayaraq ki, uşaqlarını hamısı Londonda saxlayır, çox varlı ailədir, hamısı imkanlıdır. Lakin bu cavan qızın travması qalır axı. O gördü ki, mənim anam çox gözəldir, 4 dənə uşaq doğubdur, daim olaraq kişisinə təslim olmuşdu, onun dediyini eləyib dururdu. Və kişinin də onu atıb gedib başqası ilə evlənibdir. Əlbəttə ki, uşaqda bu travma qalacaqdır ki, kişilərə etibar etmək olmaz. Baxmayaraq ki, atasını çox sevir, hər yerdə öz atasıyla video çəkdirir, qoyur. Amma fundamentdə ona kişilərə qarşı etibar qalmayıbdır. Və bu öz travmasını başlayır hamı yaşlamağa. O deyir ki, qadın azad olmalıdır. Qadın özünü bağlamamalıdır, kişiyə etibar etməməlidir. Ya da ki, başqa bir Azərbaycanda bütün feminist qadınlarına baxsa, misal üçün Şi konqresi keçirilir də, qadınların konqresi keçirilir. Onun arxasında duran təşkilatçıya baxsanız, boşanmış bir qadındır. Mənim də qızım böyür və mən ona həmişə deyirəm ki, qızım mən başa düşürəm, influencerlərdə hamısı çox qəşəng sözlər deyir, amma sən onların həyatını araşdırasan və baxasan, sən onların həyatını yaşamaq istərdinmi? Sənin üçün azadlıq nədir?
tək evdə pişiklə yaşamaqdır, yoxsa arxanda çox etibarlı, çox dürüst, çox müdrik bir kişinin olmasını istəməkdir. Azadlıq nədir sənin üçün? Həyat tərzinə bax və ondan sonra qərar ver ki, bu influens edə bilər məni, yoxsa yox. Bu faktorların hazırki yalnızlığın çoxalması, problem halına gəlməsində psixoloji olaraq təsirləri var. Dişilik enerjisi, kişilik enerjisi belə deyək, yəni qadınlıq enerjisindən danışırıq, kişilik enerjisindən danışırıq. Hər biri öz cinsiyyətinə uyğun davrandığı müddətcə heç bir problem olmur. Ancaq diqqət edin, bərabərlik deyəndə söhbət yəni ortaya biz kriteriya qoyuruq kişini. Əslində elə eləyirlər onlar. Məqsəd kişiyə çatmaqdır. Ancaq qadının belə bir dərdi, belə bir problemi olmamalıdır. Güc olaraq, tutaq ki, pul, güc, bunlar burada da, yəni qadın güclü olmalıdır deyəndə bu gücdən nəyi nəzərdə tuturuq ki biz? Yəni güc vurub yıxmaq deməkdirmi? Bəli, güc vurub yıxmaq, fiziki güc, yoxsa pul, bunlar güc deməkdirmi? Mən deyirəm ki, qadının gücü öz qadınlığındadır. Qadınlığını nümayiş etdirdiyi müddətcə və yaşadığı müddətcə o güclüdür. Kişi də kişiliyini nümayiş etdirdiyi və yaşatdığı müddətcə o güclüdür. Deyirsiniz ki, insanların, qadınların və kişilərin öz təbiətindən ayrılması ya da bir-biri ilə yarışması baş verdiyi üçün problem budur. Bütün məsələ ola bilər bu. Yəni kişilərdə hal-hazırda belə bir yarış müşahidə olunmur məncə. Daha çox qadın tərəfdə. Yəni mən o nöqtəyə çataramsa, mən artıq onunla bərabər, yəni bu bərabərlik bu deyil də. Mən bununla razılaşmazdım ki, kişilərdə bu görsənmir. Kişilər də latentləşibdir, təsvir olsun. Qadınların bu yüksək enerjisi, qadınların bu imkan bərabərliyinə çatması sırf resurs perspektivindən. Kişilər də zəiflədibdir, çoxlu femin edibdir. Və bu uzun müddətli belə bir strategiyadır. Sən qıza küçədə sataşa bilməzsən, bərabər imkanlar yaradılmalıdır. Yəni ki, bu maskulinlik hardasa itirilibdir də. Sən qadın hesabı ödəyəndə sən deyirsən ki, mən görməliyəm bütün hesabı ödəyim. Bu artıq qeyri-etik sayılır, mütləq 50-50 olmalıdır və biz belə bir cəmiyyət kişi böyütmüşük. Mən indi tələbələrlə, cavanlarla çox işləyirəm. Qızlar şikayətlənir ki, deyir ki, bu müasir oğlanlarla söhbət etmək, onlar bilmirlər nə istəyirlər. Evlənmək istəyirlər, istəmirlər, uşaq istəyirlər, istəmirlər. Qadına baxmaq istəyirlər, istəmirlər. Heç nəyi bilmirlər, heç nəyə qərar vermək istəmirlər. Adətən bu klassik boyu, yəni ki, hətta John Gottman, baxmayaraq ki, Amerika psixoloqudur, Amerika araşdırmacıdır, o da öz kitabında yazırdı ki, uğurlu ailələr, onlar 10 min dənə ailəni uzun illər ərzində müşahidə edib və tendensiyaları çıxarıblar. O deyir ki, uğurlu ailələrdə mən bir şey görmüşəm ki, hardakı kişi idarə edir ailəni, hardakı kişi problemi həll edir. Və yüksək dəyərli kişi deyəndə biz kimi nəzərdə tuturuq? Onu çox qısa belə bir cəmləşdirə bilərəm ki, yüksək dəyərli kişi özünü idarə edə bilən, öz emosiyalarını idarə edə bilən, öz nəfsini idarə edə bilən, öz ailəsini idarə edə bilən, öz pulunu idarə edə bilən və öz qadını idarə edə bilən kişidir. Amma biz bu kişiləri artıq yetişdirmirik. Buraxmışıq boş-boşuna, bərabərlik yaratmışıq, o qadın getsin öz problemini özü həll eləsin. Onda sən niyə lazımsan? Bu zəncirə fikir verin. Oğlan uşaqları bağçada qadın müəllimənin əlində yetişir. Sonra gəlirlər məktəbə, məktəbdə yenə qadın müəllimə. Ta ki əsgərliyə gedənə qədər onları yetişdirən bir qadın və onlara tərbiyə verən, olarları və olmazları izah edən bir qadın və əsgərlikdən insan qayıdandan sonra ondan möhkəm bir kişi olmağı gözləyirlər. Halbuki bu həyatın əsas hissələrində qadınlar tərəfindən yetişdirilib və indi də uşaqların bir çoxu dayələr tərəfindən böyüdüldüyü üçün bəzən də ailədə ata sevgisi görməyən uşaqlar, o siz deyirsiniz maskulinliyi insan kimdən öyrənir? Öz atasından öyrənir o maskulinliyi. Ata ilə böyüməyən, tənha analarla böyüyən uşaqlar da var, oğlan uşaqları ki, hansı ki onların təbiətində onun yaranması da mümkün deyil. Deməli, hər bir cinsdə, iki cinsin də hormonları var. Yəni kişilərdə həm kişilik, həm qadınlıq, qadınlarda həm kişilik, həm qadınlıq. Sadəcə onları ayıran bir hormonun daha üstünlük təşkil eləməsidir. Qadın iş həyatında, kişiyə çatma nöqtəsində, nələrisə idarə etmə məsələlərində və s. bu cür şeylərdə qadına kişilik hormonu lazım olur. Qadın bunları eləyə-eləyə özündə o kişilik hormonlarını artırmış olur.
və artıq bir kişi qadına çevrilir. Kişi kimi bir qadın olur, dırnaq içində deyirəm. Bu problem amma cəmiyyətdə bizim kişi kimi qadın sözündən xoşları gəlir. Amma o kişi kimi qadın başqa sözlə dırnaq içində başqa bir kişi, başqa bir kişi ilə münasibət qurmaq istəmir bu səfər. O qadın olmalıdır ki, bir kişi ilə münasibət qursun. Qadın hiss etməlidir özünü. Bəli. Bu ayrı bir problem əmələ gətirir və kişi femin tərəfləri çox olunca və o hormonlar daha çox inkişaf edincə o da bir qadınla münasibət qura bilmir. Yəni belə başa düşürük ki, insanların başı o qədər sosial təminatını, həyatını qazanmağa qarışır ki, yarışdadılar. Yəni sosial medianın, o influencerlərin, blogerlərin bu bəzəkli həyatı, insanların yaxşı yaşama istəyi hər kəsi bir çaba içinə salıb. Hər kəs öz həyatını qazanmaq, yaxşı yaşamaq çabasında, amma digər tərəfdən bəzi bu məqamları unuduruq, hansı ki bizi tənhalığa aparır. Amma bu gün tənha olub xoşbəxt olan insanlar ola bilməz. Yəni tənha insan mütləq bədbəxtdir ya da biz niyə evli insanları xoşbəxt adlandırırıq və evlənəndən sonra o xoşbəxtdir, amma tək insan nədənsə bir xoşbəxtliklə onları cəmiyyət olaraq birləşdirə bilmirik, görmürük. Nədəndir bu? Mən düşünürəm ki, evlilik xoşbəxtlik demək deyil, bir yerdə olmaq da xoşbəxtlik demək deyil. Eli Finkel'in bir yaxşı, o da bir tanınmış bir araşdırmacıdır bu mövzularda. Onun statistikasına uyğun olaraq o deyir ki, bugünün orta nigahı, misal üçün keçən əsrdəki olan orta nigahdan daha pisdir, amma bu günlərin ən yaxşı nigahı keçən illərin ən yaxşı nigahına qat-qat yaxşıdır. Çünki nigahların evolyusiyası olubdur. Bəli, artıq biz maddi ehtiyaclara görə ailə qurmaq məcburiyyətində deyilik. Çünki həm qadın da, həm kişi də qazana bilir. Və onlar nigahın növbəti mərhələsinə keçirlər, harda ki sevgi və bu ailə münasibətlərində özün ən yaxşı olmasını tapmaq istəyirlər. Buna Michelangelo effekti deyilir. Yəni ki, mən sənə kömək edəcəm, sən öz yaxşın olasan. Sən də mənə kömək edəcəksən ki, mən öz yaxşı olum. Və sevgi var aramızda. Bu konstruksiya da orada sevgi var, yoxsa orada ağıl var, düşüncə var, məntiq var? Hər şey var. Yəni ki, ən yaxşı nigahlar. Sevgi olan yerdə məntiq, ağıl olur, yoxsa sevgi olmayan yerdə ehtiras olmayacaqdı. Ehtiras olmayan yerdə yaxşı keyfiyyətli münasibət olmayacaqdı. Qadın da ehtiras istəyir, kişi də ehtiras istəyir. Ehtirası biz ortadan götürəndə orta statistik darıxdırıcı bir ailə olur. Ola bilər, sevgisiz ailələr ola bilər, sırf maksimal maraqlar, amma bu əgər mən həmişə deyirəm, plankanı yuxarı qoyaq da, biz ideal ailə qurmaq istəyirsə, gəlin o modelini anlayaq, onun tərkib hissəsi nədir və ona uyğun olaraq anlayaq. Biz ora gedib çata bilərmi, yoxsa yox? Çünki bu çox vacib sualdır. Esther Perel öz kitabında o uzun müddətli münasibətləri araşdıraraq məsləhətlər veribdir. Sən 40 il, 50 il, 60 il bir insanla olacaqsan və siz əminliklə dəyişəcəksiniz bu periodda da. Sən də dəyişəcəksən, o da dəyişəcək. Ya da bir-birinizin elə yönlərini kəşf eləyəcəksiniz ki, bəlkə xoşunuza gəlməyəcək. Ya da ki, bir-birinizə, yəni ki, o da uzun müddətli nigahın yeganə yolu boşanıb təzədən evlənməkdir. Amma eyni insana. 5 il oyuna bir yerdə yaşayırsınız, ikisiniz də dəyişirsiniz, köhnəsi ilə boşanırsınız beyninizdə və təzəsi ilə evlənirsiniz. 10 ildə yenə də yaşayırsınız, ikisiniz də inkişaf edirsiniz, ikiniz də təzə bir insan olursunuz. Yenə də köhnəsi ilə boşanırsınız, təzəsi ilə evlənirsiniz. Yəni uzun müddətli nigah çox zəhmət tələb edir. Amma biz müasir zamanda bu sosial mediadan öncə başlayıbdır əslində qadınları işə məcbur etmə feminizm. Çünki dövlətə vacibdir ki, qadınlar çıxsın, işləsin, vergi ödəsin və vergiləri toplasın. Sonra banklara, bankirlərə sərf edirdi ki, insanlar birləşsin, boşansın, 2 dənə ev alsın, 2 dənə maşın alsın, ailə olaraq yaşamasın. Yəni onlar bütün bu ailə institutunu dağıtmağa daim olaraq həm dövlət, hökumət olaraq, həm bankirlər olaraq onlar ailə institutunun zəifləməsinə doğru hər bir addımlar atıblar. İndi sosial media gəlibdir və onların bu ideyasını daha da asanlaşdırıbdır. İnsanlar qeyri-realistik
gözləntilər formalaşdıraraq mənim ərim, mənim oğlanı mənə 14 fevralda mənə bu maşını aldı. Qadınlar da oturub düşünür ki, wow da, mənim də belə ola bilərdi. Və çox rahat şəkildə bir də mini yubkada post qoya bilər və 1000 dənə like gələcəkdir, 1000 dənə direct mesaj gələcəkdir ki, və qadın şüurun altında düşünəcək ki, wow, mən necə də popularam. O düşünməyəcək ki, onların heç bir ər deyil, ər materialı deyil. O düşünməyəcək ki, mən əslində populyar deyil, bu bir fakedir. Yəni ki, qondarma, düzəldilmiş bir mifin içində yaşayır. Sosial media bunu gətirdi. O, bu ailə institutunu qadınları və kişiləri çaşdırmaq üçün çox yaxşı alət rolunu oynaya bildi. Sadəcə hamı fərqində deyil etdiyinin. Əlavə eləmək istədiyiniz məqamlar var? Əlbəttə, belə bir şey deyim mən. Yəni, təbii ki, qadınlar işləsinlər, burada heç bir problem yoxdur. Qadınlığını qoruduğu müddətcə hər bir işlə məşğul ola bilər. Yəni, əvvəllər də təsərrüfatla məşğul olurdular və s. Belə baxanda heç qadının məşğul olmamalı olan işlərlə məşğul olurdular. Heç bir problem də olmurdu. Yəni, ola bilər sadəcə, təbii ki, o öz cinsiyyətinin gözəlliklərini və tələblərini qorumaq şərti ilə. Çünki o cinsiyyətdə yaradılıbsa, o ancaq onun içərisində xoşbəxt ola bilər. Biraz əvvəl Fərhad bəy uzun ömürlü nikahların məsələsini dedik. Uzun ömürlü ailələrin sirri nə olub? Bunları anlamaq, dərk eləmək, yoxsa kör-köranə el nə deyər, oba nə deyər? Bunların sayəsində el-oba qınağı bəlkə də yaxşı bir məqamdır bu hissədə. Nə düşünürsünüz? Sirri nədir? Biz, yəni əsasən onsuz da, yəni ailə qurmanın nə olduğunu bilmədən ailə quran insanlarıq. Yəni biz bilmədən bu işlə məşğul oluruq. Yəni bu işə giririk. Vaxtı gəlib deyə, kim nə deyər deyə, paltarımı uyuyan yoxdur deyə, o qədər səbəblər var ki. Yəni bunun, yəni amma belə deyək də, dəqiq səbəbi, yəni bu budur. Məsələn, xoşbəxt olmaq üçün ailə qurmazlar. Xoşbəxt olduğun üçün ailə qurarlar. Yəni insan öz xoşbəxtliyini paylaşmaq üçün ailə qurar. Öz bədbəxtliyinə kimisə ortaq eləmək üçün. Yəni gedim ailə qurum, xoşbəxt olum deyə bir olmaz. Yəni mən o qədər xoşbəxt bir insanam ki, bu xoşbəxtliyimi paylaşma artıq sığmıram. Bunu paylaşmağa kimsə lazımdır. Biz cəmiyyət olaraq birinin təkliyini ya da birinin cütlüyünü bərabər şəkildə qeyd eləyən ya da bərabər şəkildə halına ağlayan bir toplumuq. Təklik bir sıxıntıdırmı ya da tənhalıq bir sıxıntıdırmı? Əsas sual budur. Sırf iqtisadi perspektivdən mən niyə görə ənənələri həmişə üstün tuturam? Çünki ənənələr tarix boyu uğurlu eksperimentlərin nəticəsidir. Bütün məməlilər cütləşir. 100 min il Homo sapiensi mövcud olmadığı dövrdə hamı cütləşibdir. Uşaqlar təkamülün növbəti etapıdır. Biz estafeti öz valideynlərimizdən götürürük, dünyanı biraz daha yaxşı edirik, növbəti cəmiyyət ötürür, uşaqlarımız ötürür, onlar da belə uşaqlarını ötürür və biz belə Marsa uçuruq, İbtidai icma quruluşundan azıqantropdan başlayaraq artıq ayı da görmüşük, indi biraz da Marsı da görəcəyik. Yəni bunun nəticəsidir. Və əgər siz hansısa bir dayanıqlı bir sistem düşünürsünüzsə, tarixə baxın. Əgər 100 min il ərzində insanlar cütləşərək, birgə olaraq nailiyyətlər əldə ediblərsə, bəlkə bu son 20-30 ildə bu tənhalıq, mən tək qalım, tək xoşbəxt olum ideyasından bəlkə daha dayanaqlıdır. Çoxlu nəzəriyyələr çıxır. Yəni indi kim istəyir bir dənə nəzəriyyə çıxarır, psixoloq adını qoyur, terapevt, influencer, hərəsi bir söz deyir. Amma vaxt bütün bu ideyaların ən yaxşı stressdən keçirir. Yəni bu ideyalar 100 min il yaşasa, misal ki 100 min il boyu yaşasaydı, mən deyərdim ki, Allah, yəni bu ideya vaxt sınağından keçibdi. Amma mən düşünmürəm ki, bunlar vaxt sınağından keçirdi. Bəlkə verilişin sonunda mən qadınlara Katerina Sforza'nın hekayəsini danışmaq istərdim. Katerina Sforza, Graf Sforza'nın qızı olubdur, Milan Graf'ın qızı olubdur. Qeyri-nikahda doğulubdur, bastarda olubdur, amma sonra Graf onu o qədər sevirdi ki, rəsmi övladlığa götürür. Və bütün uşaqlar arasında Katerina öz atasını ən çox sevən və ən çox bənzəyən idi. Çox cəsur idi, qılınc oynadırdı, at oynadırdı. Həmişə atasının başına dolanırdı. Necə olursa 13 yaşında onu evləndirirlər, o vaxtları bu normal idi. Hansısa bir qonşu gerçeğin oğlu ilə. O da qorxağın biri idi. Belə heç yüksək dəyərli kişi deyildi, çox egolu idi, amma çox da yüksək dəyərli deyildi. Və Katerina məcbur olur ki, bütün idarə etməni öz əlinə götürüb, bütün müharibələrdə özü iştirak edir, bütün siyasi oyunları o idarə edir.
Bu ta o vaxta kimi davam edirdi ki, onun əri ölür. Və Katerina hardasa 40 yaşında bir zabitlə tanış olur. Hansı ki, çox cəsarətli idi. Əsl maskulin kişi idi. Və bu zaman Katerina hər şeydən imtina edir. Deyir ki, mən hökümdarlığını etmək istəmirəm. Mən qırağa çəkiləm, bu kişi bu ilə məşğul olsun. Bu onu öyrədir ki, hətta kişi xasiyyətli olan qadınlar vaxt keçdikcə istəyir ki, onun problemini kimsə başqa bir kişi həll etsin. O yüksək dəyərli, yüksək etibar sahibi olan kişiyə təslim olmaq istəyir, könüllü olaraq. Onun ilk əri bunu çox etmək istəyirdi, alınmamışdı. Çünki nə yüksək dəyərli kişi idi, nə cəsur kişi idi, nə də etibarlı kişi deyildi. Amma bu kişini tapan qadın hər zaman könüllü olaraq təslim olmaq istəyəcəkdir. Və bu hekayə qadınlara bunu öyrətməlidir. Çoxlu ideyalar var, çoxlu sizin beyninizi yuyan insanlar var. Deyəcəklər ki, azad olmalısan, müstəqil olmalısan. Mən kişi olaraq müstəqil olmaq istəmirəm və heç kimə də bunu arzulamıram. Çünki xoşbəxtlik həmişə mən deyirəm, mənim üçün azadlıq və xoşbəxtlik odur ki, mən evə qaydanda evimdə huzur tapım, uşaq səsi gəlsin, sevən bir qadının səsi gəlsin, o məni qucaqlasın, mən ona toxuna bilim, mən onunla bir yerdə oturum yemək yeyə bilim. Eyni şey də qadınlara mən deyirəm. Sizin üçün azadlıq nədir? 30-35 yaşında pişiklə evdə yaşamaqdır. Budurmu sizin üçün azadlıq? Ya da çoxlu pul qazanmaqla azadlıq budurmu? Yoxsa sən çoxlu etibar edə biləcəyin bir insanın yanında olmasıdır. Sənin problemlərini həll edə biləcək bir insanın yanında olmasıdır ki, sən həmişə əmin ola bilərsən ki, sən arxanda kimsə var. Mən düşünürəm, əsl azadlıq məhz budur. Siz bir gün bir feministlə bir proqrama çıxarmaq lazımdır. Qadın haqları müdafiəçisi ilə. Belə bir proqram hazırlayarıq bir gün. Elmir bəy, buyurun. Əslində, maraqlı cəhətlərdən biri tənhalığın, hansı ki, psixoloji cəhətdən problemli olan tənhalıqdan danışırıq, könüllü olaraq seçilən tənhalıqdan yox. Tənhalığın əsas əlamətlərindən biri, əsas göstəricilərindən biri süni yolla artırılmağa çalışılan heyvan sevgisidir. Bu da var. Təbii heyvan sevgisi yox, süni yolla artırılmağa çalışılan. Yəni artıq insanlardan yox, daha çox heyvanlarla, heyvan bəsləyərək, hətta bir neçə heyvan alaraq evdə falan. Bu da ciddi şəkildə tənhalığın, Fərhad bəy dedi, mən də yadıma düşdü. Doğrudan da, yəni yox. Heyvan sevgisinin həddindən artıq aşılanması. 3 it bəsdir falan. Bəli, həddindən bu çox süni şəkildə edilir. Və böyük ehtimal bəlkə də ailə dəyərlərini zədələmək üçün edilir. Belə proqramımızı yekunlaşdırmaq məcburiyyətindəyəm. Əslində çox gözəl söhbət idi. Çox tərəflərə toxunduq, çünki mövzu bunu gərəkdirirdi və qonaqlarımızın da birinin psixoloq olması, birinin iqtisadçı olması bizim bir çox məsələləri bir çox tərəfdən müzakirə eləməyimizə kömək oldu. Nəyi seçirsiniz seçin, amma bu seçimləriniz sizi gələcəkdə sonra yanıltmasın və peşman eləməsin əsas. Hər halda kim özünü necə xoşbəxt hiss edirsə, kim özünü harda, kimin yanında xoşbəxt hiss edirsə, orada da olmalıdır. Razılaşırsınız? Tamamilə, bəli. Oldu, hörmətli tamaşaçılarımız, gələn həftə görüşmək ümidi ilə sağ olun, hələlik.